Salam Nurlan, xoş gəldin. Salam, xoş gördük. Nurlan, bu gün yeni mövzu ilə bağlı sənin fikirlərini alacağam. Deməli, bir futbolçunu fərqli komandalarla təsəvvür edib, hansı komandada oynaya bilməzdi tipli maraqlı qarşılaşdırma edəcəyik. Maraqlı mövzudur, məncə izləyicilər üçün də maraqlı olacaq. Hazırsansa başlayaq. Başlayaq. Nurlan, oyunçumuz Şaiq Vəlizadədir. Ümumiyyətlə Şaiq Vəlizadə haqqında nə düşünürsən? Şaiq Vəlizadə Ola Yurdu komandasında oynayırdı 3-cü mövsüm və məncə hər kəs tərəfindən bəyənilən oyunçu idi. Düzdür, ötən videoda onu heyətə almasaq da, sadəcə o komandası ilə bağlı məsələ idi, çünki onlar 8-də 1-də məğlub olmuşlar. Birinci komandamız Sayber. Səncə Şaiq Sayberdə oynaya bilərdi? Sayber komandası 2-ci mövsümün üçüncüsü idi. 3-cü mövsümdə çox çətin bir qrupa düşmüşdü. Düşünürəm ki, Şaiq olsaydı qrupdan çıxıb ən azından yarımfinala qədər irəliləyə bilərdilər. Bəs kimyaçılar? Kimyaçılar turnir başlamazdan əvvəl favorit komandalardan idi. Hətta turnirə də yaxşı başladılar və Şaiqin köməyi ilə məncə yarımfinal və ya finala qədər irəliləyə bilərdilər. Bəs Foras haqqında nə düşünürsən? Foras komanda olaraq çox yaxşı idi. Lakin transfer dövründə bəzi oyunçularını itirdilər. Məncə əgər oyunçular getməsəydi və Şaiq Vəlizadə də komandada olsaydı çempion olardı. Bəs finalçımız iSchool? iSchool komandasının məncə finalı təşkil edən Şaiq Vəlizadə idi və Şaiq olsaydı finalı qazanardı. Oğuz Edu? Oğuz Edu fərdi olaraq çox yaxşı oyunçulardan ibarət komanda idi və məncə elə onların finala çıxa bilməməsinin tək səbəbi o idi. Düşünürəm ki, Şaiq olsaydı finala çıxardılar. Çempionluqla bağlı söz verəmirəm, amma finala çıxacaqlar. Yəni fərdi oyunçular deyərkən PSG kimi nəzərdə tutursan? Bəli, Paris Saint-Germain kimi nəzərdə tuturam. Nerazuri haqqında nə deyə bilərsən? Nerazuri əslində 4-1-ə qədər gəlmişdi, penaltilərlə məğlub oldular. Lakin Şaiq olsaydı orta mövqedə Kərimlə birlikdə Rüstəmə çox böyük köməklik göstərəcəkdilər və finala qədər irəliləyəcəkdilər. Bəs çempionatımızın sürpriz komandası Harop? Harop doğrudan da sürpriz komanda idi. Heç kim gözləmirdi ki, ora qədər gəlib çıxsınlar. Lakin Şaiqi oynada bilməyəcəyim yeganə komanda Haropdur. Səbəbi də Harop əslində çox yaxşı komandadır, lakin müdafiə komandasıdır. Qara qutu kimidirlər. Atletico Madrid, Atletico Madrid kimi və düşünürəm ki, Şaiq orada özünü tapa bilməyəcək. İştirakın üçün çox sağ ol Nurlan. Düşünürəm ki, izləyicilər üçün də maraqlı buraxılış olacaq. Məncə də. Sağ ol.